Növbəti sualda deyilir ki, bəzi zikirlərin sayı hədislərdə qeyd olunur. Məsələn, əstəğfirullah 100 dəfə, la ilahe illallah 100 dəfə, subhanallah və bihəmdihi, subhanallah azim və s. Bu zikirləri 100 dəfədən artıq desək, bidət sayılırmı? Demək, sualın cavabı belədir. Sayı bəlli olan ibadətləri hansı sayda əmr edilibsə, o sayda edilməlidir. Buna sayı bəlli olan sünnələr deyilir. Məsələn, namaz, zöhr namazı 4 rükətdir. Siz onu 6 rükət qılıb deyə bilməzsiniz ki, daha çox qılsam daha yaxşıdır. Bunun sayı bəllidir. Kəbənin ətrafında tavaf 7 dəfədir. Onu 10 dəfə eləyib, bunun sayını artırsam daha yaxşı olar deyə bilməzsiniz. O halda artıq o ibadət batil olacaq. Eləcə də zikirlərdə Peyğəmbər sallallahu aleyhi ve sellem əgər deyibsə ki, kim 100 dəfə falan zikri etsə, 100 dəfədən artıq o zikri etmək olmaz. Lakin, əgər siz hər hansı bir zikri say təyin etmədən, zaman təyin etmədən, istədiyiniz sayda etmək istəsəniz, edə bilərsiniz. Məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem səhər və yaxud axşam la ilahe illallahı 100 dəfə deməyi buyurub. Amma siz bundan əlavə gün ərzində istədiyiniz qədər la ilahe illallah demək istəyirsiniz, zikr eləmək istəyirsiniz. Onun sayını müəyyən etmədən ki, hər gün mən 500 dəfə la ilahe illallah deyəcəm. Belə eləmək olmaz, bu bidət olar. Və ya hər gün mən ancaq səhər saat 10-da la ilahe illallah deyəcəm. Bu da bidət ola bilər. Zaman və say müəyyən etmədən istədiyiniz qədər o la ilahe illallahı deyə bilərsiniz. Və ya məsələn, namazdan sonra 33 dəfə subhanallah, 33 dəfə elhamdülillah, 33 dəfə Allahu Ekber. Bunu Peyğəmbər sallallahu aleyhi ve sellem müəyyən edib və namazdan sonra. Əgər siz desəz ki, mən gün ərzində istədiyim qədər subhanallah, elhamdülillah, Allahu Ekber zikr edirəm, elə, onun savabını qazanacaqsan. Yox, əgər desən ki, mən filan saatda 200 dəfə subhanallah deyəcəm, 200 dəfə elhamdülillah, 200 dəfə Allah, bu artıq bidətə gətirib çıxaracaq.